Salam, hər birinizi xoş gördük. Əziz Excellent izləyiciləri, yeni video ilə qarşınızdayıq və söz verdiyim kimi tarix funksiyalarının ardını davam elətdiririk. Bu dəfə sizə tarix funksiyalarından 3 funksiya haqqında danışacağam. Year, month və day formulları. Gəlin Excel faylına keçid edək. Deməli, təsəvvür eləyək ki, bir sütunda tarixlərimiz var. Satış tarixi ola bilər, müqavilə tarixi ola bilər və s. Və biz verilmiş tarixlərdən ayrıca sütunda ili, ayı və günü görmək istəyirik. Sadə qaydada bərabər işarəsi qoyuruq. Əgər ili tapmaq istəyiriksə, year formulasını qoyuruq. Sadə formuladır. Mötərizəni açırıq və tarix xanasını qeyd edirik. B2 xanası. Mötərizəni bağlayırıq. Cavabımız 2026 olacaq. Baxın burada. Və xananın küncündə qara plus işarəsini 2 dəfə basanda artıq bütövlükdə formula aşağıya doğru sürüşəcək. Eyni qaydada əgər ayı tapmaq istəyiriksə, month formulasını yazıb mötərizəni açırıq və tarix xanasını qeyd edirik. Yenidən bu formada aşağı sürüşdürürük. Bir şeyə diqqət edin ki, month formulasının cavabı həmişə rəqəmdən ibarət olur. 1-dən 12-yə qədər rəqəmlər. Ayın sırasına uyğun olaraq. Gün formulasını isə günü tapmaq üçün day formulasından istifadə edirik. Mötərizəni açıb tarix xanasını yazırıq və mötərizəni bağlayırıq. Burada yanvarın 5-i, ayın 5-ini xanaya gətirir. Yenidən aşağıya doğru sürüşdürürük və bu formada biz bir tarix sütunundan 3 dənə ayrı-ayrılıqda komponentləri əldə etdik. İl, ay, gün. Gəlin daha fərqli metodlara baxaq. Təsəvvür edək ki, bizim doğum tarixlərimiz qeyd olunur bir sütunda, digər bir xanada isə cari tarix var. Yəni today formulası ilə mən bugünkü ayın tarixini yazmışam. İki tarix arasında fərqi götürmək istəyirəm, tapmaq istəyirəm, amma il fərqini tapmaq istəyirəm. Yəni, əgər bir şəxs 1990-cı ildə anadan olubsa, bugünkü tarixdə onun neçə yaşı olacaq? Baxın, bunu hesablamaq lazımdır. Bundan öncəki videoda sadə bir nümunə göstərmişdim həll yolu. Bərabər işarəsini qoyuruq. Ən son tarixdən çıxacaqdıq doğum tarixini. Verilən cavab bizə sadəcə iki tarix arasında gün fərqini göstərir. 13.275 gün. Və bunu daha sonradan mötərizəyə alıb 365-ə bölə bilirik. Bir ildə 365 gün olduğuna görə cavab 36 il edəcək, yəni 36 yaş. Bu metoddan da istifadə edə bilərsiniz. Digər bir yolu isə öyrəndiyimiz year formulasını istifadə edə bilərik. Yəni, year yazıb, mötərizə daxilində biz cari tariximizi qeyd edirik. Yəni, demək istəyirik ki, bugünkü ayın tarixinə uyğun, yəni bugünkü tarixin ilini hesablasın və ondan çıxsın, yenidən year formulasını yazırıq, ondan hesablasın doğum tariximizin ilini. Bir ildən digər ili çıxmaq üçün belə bir year formulası yaza bilərsiniz. Eyni cavabı bizə verəcək, 36. Hətta daha dinamik eləmək üçün H2 xanasının yerinə, yəni baxın burada today'in yerinə elə birbaşa year formulasının içində today formulasını yaza bilərsiniz. Sadəcə mötərizələrdə diqqətli olun. Baxın, burada today formulası bitir və ikinci mötərizə year formulasını bağlayır. Bu formada daha dinamik deməli cavab əldə edə bilərsiniz. Nəticədən baxanda bu formada çaşdırmasın sizi. Sadəcə format dəyişib. Bunu düzəltmək üçün home menyusundan keçib sadəcə general, yəni heç bir formatı bu formada tətbiq edirik. 36-nı aldım. Deməli, bir neçə dəqiqə öncə vurğuladım ki, month formulasının cavabı həmişə 1-dən 12-yə qədər rəqəm olur. Aylara uyğun olaraq. Lakin bəzi hallarda bizə rəqəm yox, ayın adı lazım olur. Bəs bunu hansı formada yaza bilərik? Yəni, mən burada yeni sütunda yazacağım ay adı və gəlin baxaq görək necə edə bilərik. Bunun üçün köməyimizə əlbəttə ki, müxtəlif üsullar var. Onlardan biri də text formulasıdır. Bərabər text yazırıq. Mötərizənin içində value yerində
tarixi seçirik. Yəni burada tarix yazılan xananı seçirik. B2 vergül qoyuram və növbəti arqumentə keçid edirəm. Format text. Ə, Text formuası bizdən tələb edir ki, artıq mən bu xanaya format verim. Ə, Həmin arqumenti mütləq şəkildə dırnağın içində yazmaq lazımdır. Dırnaq açırıq. Əgər bizə ayın adı lazımdırsa, ingilis dilində month sözü, ay sözünün ilk hərfini istifadə etməliyik, M hərfindən istifadə etməliyik. M hərfini bircə dəfə yazanda ayın bizə sadəcə nömrəsini verəcək. Məsələn, birinci aydırsa, yanvar ayıdırsa bizə cavabı 1 verəcək. M-i 2 dəfə yazaramsa, yanvar kimi aylarda, yəni birinci ay 0-1 kimi görsənəcək. Yəni qarşısında 0 artırılır. Mütləq şəkildə 2 ədəddən ibarət olur. 3 dənə M yazdığım halda ayın adını qısa şəkildə görə bilərik. 4 dənə yazdığım halda ayın adını tam şəkildə görə bilərik. Gəlin yoxlayaq. 3 dənə M ilə davam edirəm. Mötərizəni bağlayıram. Enter etsəm, yanvar ayı cən olaraq görünəcəkdir. Yəni, bilin ki, text formulasında biz ancaq ingilis dilində olan ayların adını görə biləcəyik. Və sürüşdürəcəyik aşağı. Baxın, burada bütün aylarımızın adını qısa formada gördük. Yox, əgər tam olaraq görmək istəyiriksə, 4 dənə M yazırıq. January və aşağı sürüşdürürük. Bütün aylarımızı bu şəkildə görə bilərik. Mən bunu kənarda yazıram. Deməli, format vermək istəsək, M rəqəmindən, hərfindən istifadə edirik. Month, M, 3M və 4 dənə M olaraq yazırıq. Əgər yanvar ayıdırsa, deyək ki, yanvar necə görsənəcək bizdə? 1 M yazılanda 1 kimi, M yazılanda 0, 1 kimi, 3M yazılanda Cen kimi və 4M yazılanda January kimi biz onu görə bilərik. Baxın bu formada. Digər bir kod, yəni kod adı illəri bildirmək üçündür. Burada isə year sözünün ilk hərfini götürürük. Yəni Y kimi, year. Burada 2 dənə kombinasiya var. Ya Y, ya da ki 4 dənə Y kimi yazırıq. Yəni, əgər 2Y yazsam, burada 26-cı il görsənəcək 26 kimi, 4 dənə M olan Y halında isə 2026 kimi görsənəcəkdir. Baxın bu formada. Gəlin bonus olaraq gün haqqında da məlumat verim formatda. D hərfi var, 2 dənə D var, 3 D var, 4 dənə D işarəsi var. Bunların mənası nədir? Əgər tutaq ki, ayın deyək ki, 5-idir. Bu zaman biz belə bir formatda ayın 5-ini necə görürük? 5 kimi görürük, D-də yazılanda 0, 5 kimi görürük. Və digər hallarda, yəni D-D, 3D, 4D halında baxarıq ayın 5-i həftənin neçənci günündən düşürsə. Deyək ki, təsəvvür edək ki, həftənin 3-cü gününə düşürsə, biz xanada Wednesday sözünün qısaldılmış formasını görürük. Web. Yox, əgər tam 4 dənə D yazmışamsa, bu zaman biz, baxın, Wednesday bu formada olan nümunəni görəcəyik. Bunu da əlbəttə ki, text formulasında dırnaq içində yazmaq lazımdır. Bu şəkildə. Məsələn, nümunə olaraq yenidən baxaq. Gəlin tarixlərlə, günlərlə baxaq. Gün və mən text formulasını qeyd eləyirəm. Tarixi seçirəm. Dırnaq içində 3 dənə D qoyuram. Bağlayıram. Baxın, yanvarın 5-i 2026-cı il Monday həftənin bazar ertəsidir. Və aşağı sürüşdürürəm. Bu şəkildə biz sıralamanı görə bilərik. Belə, mən sizə year, month və day formulları haqqında məlumat verdim. Müxtəlif biz nümunələrə baxdıq. Növbəti videolarımızı izləmədə qalın. Sağ olun.